İngilis dilindən positive case-ə aid bir sualın izahına baxırıq. Choose the correct sentence with the noun in the positive case. Yerlik hallı isimin işləndiyi doğru cümləni axtarırıq. Deməli, A-da let's give Eldar a surprise welcome party. Biz dedik ki, yerlik hal olması üçün apostrof S-dən, S apostrofdan sonra mütləq isim gəlməlidir. Təyin edici gələ bilər, amma yenə də sonda isim gəlməlidir. Birincidə let's give. Birincisi give feildir və bu da let usun, let asın qısaldılmışıdır. Ona görə A səhvdir. İkincidə Asians fond of collection and ancient things. Burada to be fond of ifadəsidir bu. Həm özündən sonra fond feil gəlib, həm də bu bir birləşmədir. Be fond of deyə bir birləşmədir. Ona görə B də səhvdir. C-də Janice got an interesting book. Bu yenə özündən sonra feil gəlir. Bu birinci qayda. İkinci də has got-un qısaldılmışıdır bu. Ona görə C də səhvdir. D-də Ahmed's going to visit her parents. Burada yenə apostrof S-dən sonra feil gəlir və bu to be going to bir şey hazırlaşmaq mənasındadır. Going to birləşməsidir. Ona görə D də səhvdir. Y-yə baxırıq. The brother's car is more expensive than ours. Burada soy adlar olduqda, bir ailəni bildirdikdə S apostrof işlənir. Yəni bu doğrudur. Həm də yerlik halın ikinci qaydasına baxaq. Dedik ki, yerlik aldan sonra apostrof S-dən, S apostrofdan sonra isim gəlməlidir. Bu bir. Bu hal doğrudur. İkincidə cümlədə ayrıca bir xəbər varsa, apostrof S haqqında danışa bilərik. Ayrıca bir xəbər iz var. Deməli, bu da doğrudur və bu qaydanın özü də doğrudur. Bu Brownlar ailəsindən söhbət getdiyi üçün S apostrof olacaq. Amma sadəcə şəxsin adı olsaydı, bu heç bir zaman belə ola bilməz. Sadəcə Browns apostrof S ola bilərdi. Deməli, doğru cavabımız Y variantı.